Salam uşaqlar. Bugünkü dərsimizin adı keratin və botoksdur. Bugün keratindən danışacağıq, sonra tətbiq edəcəyik. Keratin saçın özündə olan bir şeydir, molekuldur. Keratin üçün bizə lazım olan ləvazimatlar bunlardır. Qab, keratin, bu daraq. Keratin başlayanda başa salacağım sizə. İş gedəndə başa salacağım nə üçündür. Fen, şotka lazımdır. Saç ütüsü lazımdır. Əlcək lazımdır əsas ki, ütüləyəndə əlimiz yanmasın. Birinci biz keratini tətbiq edəndən sonra lazım olan qədər saxlayacaq. Hardasa 30-40 dəqiqə saçda qalmalıdır dərman. Sonra onu yuyuruq. Əvvəlcə saçı təmiz şampunla yuyuruq. Yəni saçda biraz da olsa yağlılıq qalmamalıdır. Sonra saçı qurudub keçirik dərmanlamağa keratinlə. Keratini tətbiq edəndən sonra 40 dəqiqə saxlayırıq. Sonra təzədən onu yuyuruq. Şampun vurmuruq. Sadəcə yaxalayırıq. Çalışırıq ki, təmiz yaxalayaq. Keratin saçda qalmasın. Yaxalayandan sonra quruduruq. Fenlə quruduruq. Üstündən yüngül ukladka kimi gedirik. Düz. Ayırırıq saçları yenə 3-4 yerə. Başlayırıq ütü ilə düzləşdirməyə. Düzləşdirəndən sonra yenə gedirik yumağa. Burada saç maskası, bir dəfə sülfatsız şampunla yuyuruq. Maskanı eləyirik, gözləyirik 15 dəqiqə. Proteinli maska olmalıdır ki, saçların tərkibinə getsin. Yəni düzləşmə biraz heç olmasa artıq hardasa 3-4 ay qalır keratin saçda. Elə adam var 6 ay qalır, o saçın strukturundan bağlıdır. İndi keçək tətbiq eləməyə, orada daha rahat öyrənəcəksiniz, daha rahat yadda qalacaq. Keçək? Bəli. Başlayırıq. Birinci belə müştərini hazırlayırıq. Saçı yuduq, qurutduq, təmiz. Əslində çox buruq deyil, amma siz müştəri ilə işləyəndə görəcəksiniz də saç buruqdur, qalındır, ona uyğun saxlayacaqsınız dəqiqələrini keratinin. Bir də saçları ayırırıq. Başlayırıq nazik götürüb dərmanlamağa keratinlə. Biraz böyüyünü götürürüm. Mən birinci başlayıb sizə göstərəcəm, dalınca bir yerdə eləyəcək ki, əliniz öyrəşsəm də yadınızda qalsın. Bunu işləməsən yadında qalmır. Ona görə bir yerdə eləyirik. Mən indi sizə keratini göstərəcəm, amma keratini də botoks kimi işləyirsiniz. Yox, botoksu keratin kimi işləyirsiniz. Yəni keratin indi necə işləyəcək, necə dərmanlayacaq, yığacaq, gözləyəcək. Botoksu da elə gözləyirik. Sadəcə botoks saça nəm verir, quruluğunu götürür. Yanıq saçı, saçın ucunda deyirsinizsə saç qıran. O saç qıranları bitişdirir bir-birinə botoks. Saxlayın, kimi eləyim.
Mütləq əlcək olmalıdır əldə. İndi bizdə təbii keratindir deyə indi mən əlcəksiz işləyə bilirəm rahat. Baxırsınız? Saçın dibinə dəyməməlidir. Dibinə kimi olmalıdır, amma saçın dərinə dəyməməlidir. Saçın dərisinə, başın dərisinə. Təhsin olur ki? Necə? Təhsin olur ki? Yandıra bilər. Saç baş dərisini yandıra bilər. Ona görə baş dərisindən dəymir. Dibə qədər vururuq. Yedizdiririk saça. Vurduq, yedizdiririk yenə də. Bəs Ayşə xanım, niyə keratində saçda 30-20 dəqiqə saçda qalmalıdır keratin? Keratin qalmalıdır saçda ki, onun saçın içinə girir, orada prosedur gedir. O saxlamasaq 30-40 dəqiqə, yəni mənasız olacaq. Bunu çəkdik, yuduq, təsiri olmayacaq botoksun. Belə. Yenə nazik götürürük. Ayırdıq. Diqqətlə baxırsınız. Yaman. Neysə başa düşməyən var, sual versin, cavablandırım. Ayşə xanım, bəs o keratini yuyandan sonra onun tərkibi gedir, yoxsa qalır? Yox, qalır. Əgər sulfatsız şampun işlətsən, daha çox qalacaq. Balzam, maskalardan istifadə eləsən, daha çox qalır. Yox, sulfatla, duzu olan şampunla yuyanda tez gedir. Basen suyudur, dəniz suyudur. Bunlar hamısı keratini aparan şeydir. Sonra bir də saçı, məsəl üçün, indi elədik. Xanım getdi, dedi ki, saçımın rəngini açdırmaq istəyirəm, sarı eləmək istəyirəm. O açdıranda həm saç yanacaq, onu siz yaxşı bilməlisiniz. Həm saç yanacaq, həm də saçda olan keratin tamamilə yolub gedəcək. Nə sarı saçda, ona görə sarı saç gələndə yanınıza keratindən çox botoks təklif eləyə bilərsiniz. Amma keratin eləsəz, saç əlinizdə qala bilər, yanıb qala bilər. Həmən dəqiqə olmasa da mütəmadi saçı yuduqca saç başlayacaq ortadan qırılmağa. Ucdan yox, ortadan qırılmağa başlayacaq. Tökülmə ehtimalı var bəs. Əgər dibə dəyməsə, tökülmə ehtimalı yoxdur. Keratin görürsünüz? Dibə dəymirəm. Ona görə nazik götürürük ki, həm dibə dəyməyək, həm də ki, dərman daha yaxşı olsun saça. Mən qalın götürsəm, həm dibə dəyəcəm, həm də ola bilər ki, keratin hansısa saçın telinə dəyməz. Quru qalsın. Nazik. Nazik. Biraz da nazik. Aha. Daraqara getdi. Mən səkim elərim.
Bax, saçı boş qoydun. Sən orada keratin sürtəndə ona da dəyəcək. Oradan da gedib dibinə dəyəcək. Görsən? Elə daramırsan. Ayırdığını ayırdın. Bunu əlində tutursan, buraxmırsan. Başlayırsan dərmana. Bəs Asiyə xanım, keratinə sroku keçə bilir? Keçə bilir. Keratin suroku keçəndən sonra onu istifadə eləmək olmaz. Çünki heç bir təsiri olmur. Saça onun heç bir təsiri olmur. Ona görə siz hər dəfə kraskadır, keratindir, botoksdur, bunların siroklarına baxmalısınız. Hə. Bu hissəyə məsəl üçün dəyməsə, oje sən ütü eləyəndə, yuyandan sonra görəcəksən ki, burada dalğalar qalıb. Ona görə diqqət edirsən ki, hamısı. Deşik. Dəşik. Çox qolda. Gəl, sual verən. Neysə. Dem boylasın. Ayrım ayırırsan. Ayrım. Niyə sən ayırmırsan? Niyə? Ayrılmıram. Ayırmalısın da öyrənməlisən. Gəl, yerdə eləyək. Sən kömək eləyirəm. Nasıl? Axıra kimi get. Bax. Gel, bir də mən göstərdim sən. Götürdün. Ucu ilə axıra kimi gedirsən. Görsən, dübbələmdir. Gəl. Quru saçları, dərmanlı saçlara bitişdirmirik. Biraz dalım ya. Düz tut. Gəl, mən qoyum, sən götür rahat. Tut. Bunu da tut. Köməklə bir yerdə. Bax, necə tutmuşdun, görsən. Getirdik axıra kimi. İndi bunu qoyursan, onu buraxmırsan. Daraqla nə edirik? Dibdən götürürsən. Keçirib bitir. Şutkanı götür. Görsən. Ay sağ. Saçı dart. Belə. Çox yolma da, yavaş. Dart ki, dibinə dəyməsin. İndi apar axıra kimi. Görsən bu tərəfində qal. Fırladırsan şutkanı. Tut. Sürüşdürmə saçı. Tarırsan. Asiyə xanım, bəs keratinin çox eləsək bir zərəri olur?
Çox nə deyirsən, necə çox? Yəni belə daha çox eləsək, eləyəndən sonra daramasaq zərəri olur. Zərəri olmur. Bayaq dedim, eləməsin arada quru saç qala bilər. Prosedur qutarandan sonra sən görəcəksən ki, arada dalğalı saçlar qalıb, buruq saçlar qalıb. Sən onunla qədər də ütüləsən, yarısı düz olacaq, yarısı quru olacaq. Ona görə yaxşı-yaxşı baxırsan ki, dərman hər saça dəysin. Ona görə nazik saçı götürürük, dərmanlayırıq. Qalın-qalın götürsək, arada quru saçlar qala bilər. Tamam. Dəsmal gətirdim. Dəsmal. Saçı tam buradaydı. Tam buradacıq. Sen de eşya Fatime vererek Fatime kurutsun. Gel. Yandırdın. Saç feni bir hissədə tutmursan. Feni biraz uzaq tuturuq. Yadınızdan çıxıb deyəsən. Biraz uzaq tuturuq ki, başın dibini yandırmayasın. Sən onu bir hissədə tutub o bir tərəfləri əlvi eləmirsən. Yaxşı. Əlvi apardıqca feni də aparırsan, onu qalacaq. Kuruttuk, altı kaldı. Görsən bir tərəfdə tutmuram feni. Özüm getdikcə, əlim tərpəndikcə saç da gedirəm. Feni. Saç quru olur da. Hə, saç buruq olur.
Burada уже ütü rol oynayır. Saç ütüsü. Ütü ilə düzləşmə eləyirik. Ondan sonra